Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir mikseri Xızıdan təmirə gətiriblər. Yüksək sürətdə atır. Problem var. İndi ortanı, nəticəni bir yerdə izləyək. Bu hissədə olan şurupları müştəri özü açıb. 2 dənə. Demək, kömürləri çıxartdıq, yakır. Qapqaradır. Pəri çıxartdıq. Yakırın rəngi özünə gəldi. Ümumi mühərriki dərmanla yuduq. Yakır yoxladıq, yakır salamatdır. Kömürlərin vəziyyəti budur. Demək, fikir versəz, digər yakır meçə qutarıb, kömür belə deyək. Bu birisində amma biraz qalıb. Bu da qutardığına görə qaralıb bu hissəsi. Ona görə pribo işləyirdi. Yüksək sürətdə də sönürdü. Yəni problem budur. Digərinə baxsaq, belə. İkisini də dəyişək. Yeni 2 ədəd kömür götürdük. Bu hissələri də təmizlədik. Hissələr tamamlandı. Bütün şurupları bağladıq. Əssiyi çıxmadı. Hər bir şey öz yerində. 2 dənə də müştəri getmişdi. Onları da bağladıq. Bu da nəticə. Bu da geriyə. Hər bir şey işlədi. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.